Vestel markalı paltarıyan müştərinin şikayəti 3 dənə şikayəti var. 3 dənə şikayət nədən ibarət? Birinci deyir, yudu ortada dayandı, işləmədi. Bu tamamilə dayanıb, bundan həll olunacaq. İkinci məsələ, deyir, tok vurur paltarıyan, bu da düzələcək. Üçüncü məsələ də odur ki, ağzının qırağından su axıdır, bu da düzələcək. İndi bunların hamısının səbəbini sizə deyirəm. Su axıtma paraşok qabının ağzından bağlıdır, buranı düzəldəcəm, axıtma olmayacaq. İşləməməyi onu həll eləmişim, o da işləyəcək. Gəldik əsas məsələyə. Hamıda olduğu kimi belə bir əsas məsələ var. Ay usta, bizi paltaryanı əlimizi vuranda çimildətdirir, tok keçirdir. O nədəndir? Və suyu qızdırmır. O nədəndir? Bu iki səbəb eynidir. Baxın, göstərim. Gördüyünüz belə su qızdırmayanda həm tok keçirilir, həm də paltarları təmiz yumur, iyi gəlir və buz kimi su ilə yuyur. Sizin paltaryanda nəsə bir problem varsa, növbə səhifədə var, düzəlməyən paltaryan yoxdur. Nə istəsəz düzəlir. Xərci yuxarı, aşağı. Biri var ki, usta gəlir, düzəldə bilmir. Deyir ki, bu iş mənlik deyil. Bir də var ki, usta gəlib. İndi pul vermək lazımdır. Bəli, əgər istəyirsiniz, bütün paltaryanlarında nə problem var, düzələ bilər. Nömrə səhifədə var. Buyurun, zəng eləyin, nə olsa düzəldib verəyim.